Antisosial tip şəxsiyyət pozuntusu, yəni ümumiyyətlə başqa şəxsiyyət pozuntuları da uşaqlıq illərindən yaranan psixososial və genetik faktorların nəticəsində formalaşan bir narahatlıqdır. Sən deyək ki, əgər erkən uşaqda davranış pozuntusu və yaxud da ki, diqqət əksikliyi, hiperaktivlik pozuntusu varsa, o pozuntunun simptomları 15 yaşına qədər davam eləyir. Qarşısı alınmaz. 15 yaşından sonra artıq 18 yaşına çatanda şəxsiyyət tamamlanmır. Yəni natamam bir şəxsiyyət olur pozuntu formasında. Antisosial tip şəxsiyyət pozuntusuna çevrilir. Əsas xarakteristik xüsusiyyətləri ondan ibarətdir ki, insanlar empatiya hissləri qura bilmirlər, başqalarının hansı hisslər keçirdiyini nəzərə almırlar, başqalarına fiziki və psixoloji zərərlər verə bilərlər. Şiddət aldatmağa, yalançılığa meyillidirlər. Pozuntu insanlarda iki formada olur. Gizli maskalanmış formada, bir də açıq-aşkar. IQ səviyyəsi yüksək olan antisosial tip şəxsiyyət pozuntulu insanlar özlərinin mənfi və günah yaradan hansısa bir qanuna zidd davranışlarını örtbasdır eləməyi, yəni maskalanmağı bacarırlar. İnsanlar manipulyativ olurlar və özlərini kənardan çox yaxşı, ideal, mərhəmətli biri kimi göstərə bilərlər. Çünki bilirlər ki, bu cür davranış normal davranışlardır. Lakin o insanları tanıyandan sonra aydın olur ki, bu insanlar heç də göründüyü kimi deyirlər. Məsələn, IQ səviyyəsi aşağı olanlar isə bu oyunu o qədər də professional oynaya bilmirlər.